Möminə içmək ona görə yasaq deyil ki, ay təkəbbüründən. Çox insanlar görürəm, böyle təmizliyin özünü də təkəbbürə döndəriblər. Amma mən içmirəm. Nə olar, sən içmirsən, içmə də, haykü niyə salırsan ki? Sən içmirsən, içmə də, haykü niyə öyünür axı? Bu yazlıq içir ona görə ki, başqa sevinç tapa bilmir. Sən tapdısan Allahı, nə tərsə bölüş də yazlıqdır. Amma insanlar bu vəziyyətdədir. Konsert, yüksək səslə musiqi, çox yüksək səslə qulaqların pərəsi dağılana qədər unutmaq istəyir özünü. Yarada bilmir özündə sevincisi və enerji də yarada bilmir. Siz təsəvvür edin, Budda yazır ki, müdrik adamı bundan tanıyarsınız. Huzuru var, enerjisi var. Enerji nə üçündür? Xidmət üçün. Hardan alacaqsan o enerji? O sənin beynində yaranmalıdır. Beyin də ancaq Allahı zikr eləyəndə onu yaradır. Xoşbaxt olur. Kimin iti varsa bilir, sahibini görəndə elə xoşbaxt olur, elə xoşbaxt. Bəzən video çəkirlər ki, 6 aydır, 3 ildir sahibini görmür, it nə cür atılıb düşür. İstismar edirlər duyğuları. Mən ki, yarım saatdan sonra o cür atılıb düşür. Get girən 2 saatlıq çıx girən, qayıdıb gələcəksən, o səni yenidən tapmış kimi sevinir. Və deyir, tomografiya eləyiblər, baxıb görürlər ki, onun itin beynində o sahələr aktivləşir ki, insan öz sevgilisini görəndə o sahələr aktivləşir. İtin burnuna qoxusunu veriblər sahibinin və yad qoxular veriblər. Həmən sevgilisini görürmüş kimi hiss yaranır. Beynində xoşbaxtlıq yaranır.